İnsanlara geldim senin yüzünden yekte. Yekte anam yekte. Aramaylasını görüyorsun. MHM elektrik yükü bəhsindən 13-cü məsələyə baxaq. Öncəliklə məsələni oxuyaq. Digər təsirlər nəzərə alınmadıqda proton elektrik sahəsində hərəkət edərək potensialı P1, başlanğıc potensial 40 volt olan nöqtədən potensialı P2, son potensialı 30 volt olan nöqtəyə yerini dəyişdikdə kinetik enerjisi necə dəyişir? Kinetik enerjinin dəyişməsi biz bilirik ki, yük sahədə iş görərsə kinetik enerjinin müsbət qiymətini alır. Yük iş görərkən kinetik enerji müsbət qiymət alır. Potensial enerjisinin dəyişməsində isə mənfi qiymət alır. Bizə lazım olan kinetik enerjidir. Və bilirik ki, delta WK bərabərdir Q P1 minus P2. Və burada Q-nu eynən ifadə edə bilərik. Elementar yük olaraq. O zaman yaza bilərik. Delta WK bərabərdir elementar dərəcə E. P1'in yerində 40, P2'nin yerində 30. Bu da eləyir 10 elektrovolt. Müsbət olduğu üçün deyirik ki 10 elektrovolt artar. A variantı.